Axşam növbəsi işi var yoldaşlar. Axşam növbəsi işi var. Bu axşam növbəsi işi reception işidir yoldaşlar. Deməli, günorta saat 4-dən axşam saat 11-ə kimidir. Şəhərdədir, 6 günlük iş həftəsinə malikdir. B2 səviyyəsində ünsiyyət bacarığı tələb edirlər sizdən ingilis dili üzrə. İş təcrübəniz olmalıdır, heç olmasa 1 illik. 500 manatlıq bir işdir. Yəni ali təhsilli olmaq vacib deyil. Days Hotel Bakudadır, reception işidir. Nə yaşıyorsunuz? Qonaqları qarşılayırsınız, qeydiyyatını aparırsınız, telefon zənglərinə cavab verirsiniz, rezervasiyaları qəbul edirsiniz. Bu tipli bir işdir. Səlis və nəzakətli ünsiyyət bacarığınız varsa, məsuliyyətli və punktualsınızsa bu işə müraciət edə bilərsiniz. CV-nizi göndərə bilərsiniz onlayn şəkildə elektron poçtalarına. Bundan əvvəl ümumiyyətlə bu tipli başqa iş də olmalıdır kanalda. Onlayndır amma o. Yəni o tipli işlər də var ki, onlayn olaraq variantı var. Həm axşam növbəsi bu tipli kimi, həm də gecə növbəsi üzrə olan da olmalıdır. Kanala ümumiyyətlə göz gəzdirmənizi tövsiyə edirəm, oradan götürə bilərsiniz. Dediyim kimi, bu işə müraciət etmək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.